لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في şey. Ona görə qayda olaraq bir şey deyəcəm. İki halda şübhəyə fikir verilmir. Yəni biz hədisdə dedik ki, yəni Allah Resulü Aleyhisselatü Vesselam dedi ki, "Da'ma yaribuk." Səni şübhəyə salan şeylər tərk elə. Amma iki hal var ki, o halda şübhəyə iltifat edilməz. Şübhəyə fikir verilmir. Bezvə almırsan. Onlar hansılardır? Qayda budur ki, la ibrətə biş-şək ba'dəl fərağ minəl aməl. O ba'dəl fərağ minəl ibadə. Yəni əməldən, ibadətdən sonra gələn şübhəyə fikir verilmir. İkincisi də kəsiru şək. Çox gələn şübhəyə. İki halda şübhəyə fikir verilmir. Yəni artıq məsələn ibadəti edib qurtarmısan. Məsələn, dəstəmaz alıb qutarıb, ibadət qutardı, dəstəmaz qutardı, vəsvəsə gəlir. Görəsən, başa məhz etmirsən ya yox. O da fikir ver. Elə gələn şübhənin özündən bilirsən ki, bu şeytandandır. Niyə məhz baş? Niyə belə şübhə gəlmədi ki, görəsən, ayağı yumsan ya yox? Çünki baxa biləcək axı. Amma başa baxa bilmir. Əli də yaşlı, özü də yoxlaya bilmir. Gərək qıraqdan bir adam tapsın. Vay o günə ki, evdə təkdir. Fikir ver, bilir hardan gəlmək lazımdır. Allahu Akbar. Bu birincisi. O da hansıdır? Əməldən sonra şübhəyə fikir verilmir. Və ikincisi, çox şübhə gələndə. Yəni, bir adama namazda, dəstəmazda, oruzda, orada, burada, yəni çox şübhə gəlirsə, bu artıq əlamətdir ki, bu nədir? Muvasvisdir. Bir növ vəsvəsə xəstəliyinə tutulub. Və eyni şübhə və ya başqa növ şübhə, ümumiyyətlə, bir adama şübhələr çox gəlirsə, artıq bu dəlildir ki, burada nəsə var. Yəni, bu iki halda əməldən sonra gələn şübhəyə fikir verilmir. Çünki artıq əməl bitib, ibadət bitib. O vaxtacan ki, dəqiq, yəqin olsa, artıq o şübhə sayılmır, yəqinlikdir. Və bunu qayda olaraq yadda saxlayın. Və həmçinin, qardaşlar, alimlər bu hədisdən, Həsən radiyallahu anhum rəvat elədiyi bu hədisdən bir möhtəşəm fıqhı qaydanı istinbat ediblər. Deməli, şəriətdə şəri qaydalar çoxdur. Lakin o qaydalar içərisində 5 qayda var. Biz onlar barədə, hər biri barədə ayrıca dərs götürmüşük. Ona deyirlər Əl-Qavaidül Kubra. 5 böyük fıqhı qayda. Niyə 5? Çünki qaydalar çoxdur, hətta yüzlərlə. Çünki bu qaydalar üzərində alimlər ittifaq ediblər. Heç bir ixtilaf yoxdur. O qaydalardan birisi də hansıdır? Əl-yəqin lə yüzəlu biş-şək. Yəqin olan bir şey şəkk ilə, şübhə ilə aradan getmir. Dəlil bu hədis. Həmin qaydanın dəlillərindən birisi bu hədisdir. Çünki hədis sənə nəyə əmr edir? Hədis sənə əmr edir ki, də'mə yaribuk. Şübhədə olduğun şey neylə? Tərk ilə. Yaxşı, nəyə yönəlim? Şübhədə olmadığın, yəqin olduğun şeyə. Hədis bunu demir, qayda da bunu deyir. Əl-yəqin lə yüzəlu biş-şək. Yəqinlik şəkk ilə, şübhə ilə, zənn ilə aradan getmir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, məsələn, bu qaydanın misalı olaraq, İzə şəkkə əhadukum fi salatihi, sizdən biri namazında şəkk eləsə, şübhə gəldi. Fələ yədri kəm sallə, əthələsən əm ərbən. Bilmir, neçə rükət qılıb. 3 yoxsa 4. Namazda şübhə gəlib. Allah Resulü aleyhissalatü vesselam buyurur ki, fəlyətrahi şək, şübhəni at, şübhəni tərk et, vəlyəbni alə məstəyqan. Yəqin olduğun şeyə yönəl. İbadət və onun üzərində qur. Də'mə yaribuk ilə mə lə yaribuk. Aydındır. Şübhəni tərk et, yəqin olduğun şeyə yönəl. Namazda şübhə gəldi. 3 rükət, 4 rükət. Yəqin olduğun nədir? 3. Şübhədə olduğun hansıdır? 4. Çünki sən yəqinsən ki, 3 qılmısan. Şübhə 4 barədə gəlib. Allah Resulü aleyhissalatü vesselam buyurur ki, şübhədə olduğunu tərk edirsən.
4-ü tərk eləyirsən, nədən hesablayırsan? Azdan. Çünki onda yəqinsən. İbadətfi, yəqin olduğun say üzərində qurursan. Və başqa hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim namazda bir şey hiss eləsə, ona şübhə gəlsə ki, dəstəmazı pozulub ya yox, Allah Resulü aleyhissalatu vesselam buyurur ki, la yansarif hatta yesma'a sautan aw yecid riyah. İyi hiss etmədikcə və səs eşitmədikcə namazdan çıxmasın. Niyə? Qayda nə deyir? Əl-yəqin la yüzəl biş-şək. Yəqinlik şəkk ilə aradan getmir. Çünki bu yəqindir ki, dəstəmazlıdır. Yəni namaza dəstəmazla girib. Amma dəstəmazı pozulub ya yox. Bunda şübhədədir ya yox. Vəssalam. Şübhəni tərk edirsən, hə? Yəqinə qayıdırsan. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, səs eşitmədikcə, nə isə hiss eləmədikcə namazdan çıxmasın. Bu qayda ki var, əl-yəqin ilə yüzəlu biş-şək, hə? Bu qaydanın dəlillərindən birisi bu hədisdir. Da' mə yəribuka ilə mə lə yəribuk. Şübhədə olduğun şeyi tərk elə və şübhədə olmadığın, yəqin olduğun işə yönəl.